saya bilir. Цифры, да. Вот, что название там, то, что, не знаю, купить в магазине, да, там, тоюк, что еще? Я сразу забыла все слова, когда спрашивают, какие, сразу все забыла. Вот, название Toyuq, qatıq, да, süd. тоюк, кадык, süd, юмурта, вот. Бир, да, подсказывает мне, слова пришел подсказывать. Вот, что еще, не знаю, название, название животных. Ну, в принципе, то есть, получается, я слов знаю довольно много, и если я примерно понимаю, о чем идет речь, я могу понять вот диалог, например, и так далее. Вот, но yaxşı sağ olun. Da, вот o. Əsas belə deyək şeyləri bilir. Əsas şeyləri bilir, hə. Yəni əsas məsəl üçün bu da bilir. Hə. Yəni yola çıxar məsəl üçün özünü itirməz də, yəni idarə edə bilər. Yəni sözlər əslində çox bilir sözləri, amma biraz cümlə qurmaq çətindir. Halbuki Nadejda xanım filoloqdur, yəni çox dillər bilir də. Yəni Çin dilini mükəmməl bilir, ingilis dilini mükəmməl bilir, biraz Yapon dilindən bilir. İndi zaten Rus dili heç, yəni doğma dildir. Amma yenə də Azərbaycan dili biraz çətin gəlir cümlə qurmaq üçün. Ki bizim dilimiz həqiqətən çətindir. Bizə asan gəlir, amma başqa insanlara bəli çətin gəlir.